Bakının Yasamal rayonunda 1992-ci il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Aslana xəsarət yetirib. Teleqrafın əldə etdiyi xəbərə görə hadisə 19 dekabr 2024-cü ildə gecə saat 4 radələrində baş verib. Həmin vaxt Sərxan kirayədə qalan tanışı Aysa Aslanla qonşuluqda yaşayan qadınla bağlı mübahisə edib, masanın üzərindən götürdüyü bıçaqla o Aslana 3 xəsarət yetirib. İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. Sərxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, ifadəsində göstərib ki, Aslanı öldürmək məqsədi ilə vurmayıb. Hadisədən əvvəl bir neçə dəfə mübahisə etmişdik. Həmin xanım mənə yaxın adam idi. Hadisəni zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində törətmişəm. Onun sinəsinə yalnız bir zərbə vurduğumu xatırlayıram. Çox əsəbi olmuşam və vurmuşam deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən əvvəl 6 ay yaşadığı ünvanda olmayıb. Gələndə gördüm, Aslan qapı pəncərə bilmir. Hər yerdə də hörmətsizlik edir. Mənim yaxınım olan xanımı da narahat edirdi. Ona bir neçə dəfə xəbərdarlıq etdim. Öz evində söhbət etdim. Sonra vurdum. Mən özümlə bıçaq götürməmişəm. Bıçaq onun evində stolun üstündə idi. Uzun müddət idi narkotik qəbul etmirdim. Amma həmin gün az miqdarda narkotik qəbul etmişdim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş Aslanın sözlərinə görə hadisədən bir həftə qabaq qaldığı evin sahibinin oğlu Sərxanın onu çağırdığını deyib. O vaxta kimi Sərxanla məhəllədə salam-sağoldan başqa heç bir münasibətimiz yox idi. Sərxan məndən məhəllədə bir qızla münasibətimin olub-olmadığını soruşdu. Mən də olmayıb dedim. O gündən sonra söhbət təkrarlandı. Hadisə günü səhər sübh namazı vaxtı Sərxanın səsini eşitdim. İşığı yandırmadan çölə çıxdım. Ondan burada nə etdiyini soruşdum. Mənim qaldığım evin arxasında ev sahibi kişi, qabaqda bir qadın qalır. Mən otağım isə ortadadır. Sərxan dedi ki, Nadir kişigildən gəlir. Xozeykanın işığı yanır. Gözləyir ki, sönsün. Yenə həmin qızla münasibətimin olub-olmadığını soruşdu. Cavab verdim ki, yekə oğlansan. Sözü bir dəfə deyərlər. Sonra məndən siqaret istədi. Siqareti görəndə alışqan yerə düşdü. Yerdən qaldırmaq istəyəndə gördüm, məni bıçaqla vurur. Mən də təpik atdım. Bir qüdrədi. Bıçağı Sərxanın əlindən aldım, qapını bağlayaraq onu otaqdan da saxladım. Bir anlıq səbrimi cilovladım ki, onu vurmayım deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Sərxan 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.